bilər ki, vərəsəlikdə heç vaxt belə miras əmlakını, kimsə payını yemək olmaz. Allah razı olsun. Hətta mən Tağı bəydən sonra Şəfqə xanım da maşallah ilahiyyata başlayıb. Xeyr, Tağı bəydən sonra başlamamışam. Mən çoxdan elə bu yolun adamıyam. Maşallah. Namaz da qılıram, Quran da oxuyuram, ondan sonra oruç da tuturam. Bax Yusuf, sən çox gəncsən. Çox istəmir, yəni bu məsələyə görə... Surxaya deyəcəm, incidim o şey. Mən durum gedim bunda çox. Yox, əstəğfurullah. Bir söz deyim, üzr istəyirəm, Zahir bəy, bağışlayın. İslam dinində belə bir şey var ki, irsiyyət anlayışı var. İslam dini deyir ki, 3 nəfər və yaxud da 5 nəfər evladınız varsa, sizin bir malikanəniz və yaxud da mülkünüz varsa, bunların arasında bölünməlidir. Amma indi təbii ki, dövlətimiz də güclü bir dövlətdir, həqiqətən yaşasın Azərbaycan dövlətçiliyi ki, indi ədalət, haqq necə olubsa, necə qərar verilibsə, elə də olmalıdır. Əslində bu mövzuya mən girmək istəmirəm, istəməzdim də. Mənim Hacı Baba müəllimin